Cənab Prezidentin rəhbərliyi və dəstəyi ilə ölkəmizdə turizm sektoru prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahənin inkişafı üçün ardıcıl və geniş miqyaslı dövlət siyasəti həyata keçirilir. Dövlətimiz tərəfindən həm paytaxt Bakıda, regionlarda, həm də işğaldan azad olunmuş ərazilərdə müasir turizm infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Yeni turizm kompleksləri tikilir, dəmir yolları yenilənir. Təkcə Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə 3 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Eyni zamanda ölkəmizin turizm potensialı beynəlxalq sərgilərdə və platformalarda fəal şəkildə təbliğ olunur. Bütün bu amillər göstərir ki, dövlətin əsas hədəflərindən biri turist axının artması və ölkənin regionda turizm mərkəzinə çevrilməsidir. Bu səbəbdən aviasiya sektoru mühüm önəm daşıyır. Belə ki, ölkəyə gələn turistlər əsasən hava nəqliyyatından istifadə edirlər. Lakin son dövrlərdə aviabiletlərin qiymətində müşahidə olunan kəskin artım həm ölkəyə gələn turistlərin, həm də vətəndaşlarımızın xarici səfərləri zamanı səyahət xərclərinin artmasına səbəb olur. Aviaşirkətlərin qiymət siyasətinə daha geniş turizm prizmasından yanaşması turizm sektorunun ümumi inkişaf maraqları naminə daha məqsədə uyğun olardı. Belə ki, aviabiletlərin daha əlçatan olması ölkəyə gələn turistlərin sayının artmasına səbəb olar. Bu isə təkcə aviasiya sektorunun deyil, bütövlükdə turizm sənayesi iştirakçılarının gəlirlərinin artmasına, eyni zamanda yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Çox sağ olun.